Bugün 29 iyun 2025-ci ildir. Bir tarixi gün. Belə ki 1993-cü il iyul ayının 22-sində Ağdam rayonunun Qiyası kənd cəmaəti öz doğma el obasından didərgin düşdü. Bu günlərə şükürlər olsun ki, bu cəmaət yenidən öz kəndinə qayıda bilir və ilk olaraq da gəlib şəhidlərini ziyarət eləyir və qəbirstanlıqda uyuyan doğmalarını, əzizlərini ziyarət eləyir. Bu günə şükürlər olsun, Ali Başkomandan başda olmaqla müzəffər ordumuzu, qazilərimizi, veteranlarımıza biz təşəkkürümüzü bildiririk. Və bu canlarından çox sevdikləri, bu vətənə canlarını fəda etmiş şəhidlərimizə biz daima borçluyuq. Onların sayəsində işğal altında olan torpaqlarımız bu günlərin azad olub və digər azad olunmuş torpaqlarımıza cəmaət getdiyi kimi bu günlərində Ağdam rayonu Qiyası kənd cəmaəti öz doğma elinə kütləvi şəkildə gələ bilmişdir. Yəni fərdi qaydada çoxları gəlib gedir. Ancaq bu günlərin bu Qiyası cəmaəti və digər kəndlərin əhalisi, cəmaəti və belə kütləvi şəkildə gəlirlər, ziyarət edirlər. Bu da o deməkdir ki, bu insanlar uzun müddət keçsə də öz doğma el obalarını unutmamışdılar və unutmayıblar. Tezliklə yəqin ki, digər kəndlərimiz kimi, rayonlarımız kimi Ağdamın Qiyası kəndində də yeni evlər tikilər və əhali gəlib burada yaşaya bilər. Biz bir daha bu günləri bizə yaşadan, öz canlarını fəda etmiş şəhidlərimizə öz minnətdarlığımızı bildiririk, ruhları qarşısında baş əyirik. Arada uşaqlara qoy. Baş uşaqlara deyil, köməkli silahlar qoy. Uşaqlara deyil. Ay. Yalan bu oldu. Yandım orada kamerada. Gördüyünüz kimi uzun illər kənd cəmaəti birgə olmamışdı. Onlar öz elindən, obasından ayrı düşmüşdülər. Amma bu günlərə çox şükürlər olsun ki, artıq kənd cəmaəti kütləvi olaraq bir yerə toplaşa biliblər, görüşə bilirlər. Yəni burada da məzarlıqda bizim şəhidlərimiz var. Diqqətinizə çatdırım ki, hörmətli izləyicilər. Ağdam rayonunun Qiyası kəndi 76 şəhid verib, mülki şəxslərlə bir yerdə. Yüzlərlə qazisi var. Qarabağ müharibəsi devrində Qiyası cəmaəti digər kəndlərin əhalisi kimi orduya, onun döyüşçülərinə çox yaxından köməklik etmişdir. Və bu günlərində bu izdihamı görmək biz bunu göstərir ki, bu Qiyası cəmaəti o devirlərdə də, bu devirdə də belə fəal olmuşdur. Və
biz bu günlərin bu cemaati göstərməklə sanki işğaldan azad olunmuş torpaqlarımızda olan yaşayan əhalinin izdihamını göstərir. Biz həmişə demişik, indi bu günlərin biz burada şəhidlərimizi ziyarət edəcəyik. Biz buradaki şəhidlərimizi ziyarət etməklə sanki Respublikamızın bütün şəhidlərini ziyarət etmiş oluruq. Belə ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimiz hamısı bizim üçün əzizdir, doğmadır və nə qədər ki bu xalq var, bu millət var, onlar əbədi yaşayacaqdır. Tədbirimiz davam eləyir. İndi isə insanlar bir-biri ilə səmimi olaraq görüşür. Bu günlərində Arxiv TV-nin bu tarixi hadisələrini lentə alan operatorumuz Elnura da öz təşəkkürümü bildirirəm. Ben sana ele geçeyim. Şakir gene sen yapsan, ona göre gelin keçin, ne gözlüyorsun? Çok canlarını feda ettikleri bu torpaq bu günlərin azad. Çok sağ ol. Ben onunla çektim. Ben onunla Gördüğünüz kimi insanlar 32 ildən artıq idi ki bu məzarlığa gələ bilmirdilər. Şəhidlərini, istərsə də doğmalarını ziyarət eləyə bilmirdilər. Amma bu günə şükürlər olsun. Biz bu günlərin bura gəliriksə, o şəhidlərimizin hesabına gəlirik. İstər 90-cı illərdə olsun, istərsə də 20-ci ildə olsun. Bizim bir şəhidimiz var, bir vətənimiz var. Biz onları daima əbədi yadımızda saxlayırıq. Onun bu günlərin bir bariz nümunəsi budur ki, bax, qiyaslı cəmaatı bu izdihamla gəlib onları yad edirlər. Mən təkrarən bir də deyirəm ki,
Yani bu günlerin biz burada olan şehitlerimizi yad etmekle Azerbaycan'ın suverenliği, arazi bütünlüğü, müstakilliği uğrunda canını feda etmiş sanki her bir şehidimizi ziyaret ediyoruz. Bizim bir vatanımız olduğu kimi bizim bir şehidimiz var, bir gazimiz var, bir müzeffer ordumuz var. Allah ordumuzu korusun. Ali Başkomandan başta olmakla. Ben de sizin bak bu günlerin buraya izdihamla gelmeyiniz bir düşmanımıza da bir mesajdı ki biz torpağımızı unutmamıştık. Bu günlerinde bu torpaqda yaşamağa gelmişik. Allah sizleri var eylesin cemaatimiz. Ve bilesiniz ki burada ben bir aylar önce de dedim. Qiyaslı kendi mülki şəxslərlə bir yerdə 76 şəhid vermiş bir kənddir. Yüzlərlə qazisi olan bir kənddir. Onun yüzlərlə ziyalısı var. Ben bu arada diyeyim səmimi olarak tarih yazan şairi var Allah verdi Qiyaslı kimi. Diğer ziyalıları var. Biz bu günlerin bura möhtəşəm yığışmağımız, gəlməyimiz bunu her bir kəsə bir mesaj göndərir ki biz torpaqlarımızı, elimizi, obamızı unutmadık, unutmarıq da. Çok şükürler olsun ki gelecek nesiller de bizim apardığımız yolu devam ettirecek inşallah. Burada da serbestlik kiminse ne ürək sözü olabilirse danışsınlar, desinler. Çünkü bunlar bir tarihtir. Çünkü biz özümüz öz tarihimizi yazmalıyız. Allah sizin her birinizden razı olsun. Burada ben yine de şehit bacısı görürəm. Siz de bir günlerin bak bu torpaqlara gelməyimizi onlara borçluyuz. Sözün həqiqi mənasında. Ama ben bir məsələni də qeyd edeyim ki, onlar sizin biyoloji olarak evlatlarınız, kardeşinizdir. Ama onlar bizimdir de hem de. Onlar hem de bizimdir. Biz de onları unutmamışız. Ben isterdim elə şehit bacısı öz sözlerini desin. Bugünkü günümüzde çok şükür. Kurban olun kendimizin, elimizin olmasın cemaatinin hamısına. Bugünkü günde burada Qiyaslı cemaatının, o cemaatların kətlərinin getməyinin bir nömrəli səbəbkarı şəhidlərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ağdamın demək olar ki, en büyük, en çok şəhid verən kəndi Ağdam rayon Qiyaslı kəndidir. Ben de bir şehit bacısı olarak kardeşim Ağdam rayon Qiyaslı kəndinin ilk şehidi Marif Aköy'dür ve Ağdam rayonun Qiyaslı kəndində bastırılan axırıncı şəhid qaynımın oğlu Əliyev Yamir Əloğlu. Bütün şəhidlərə qurban olun. Ben bu arada bacımızı istəyirəm diqqətinizə çatdırım ki Marif Akverdiyev Azerbaycan bayrağı ordeni ile təltif olunur. Ve kendimizden 3 nəfər var ki Azerbaycan bayrağı ordeniyle bayrağına təltif olunur. Onlardan deməli Marif Akverdiyevdir, Cabrailovdur, Zakir Rüstəmovdur. Ruhları şad olsun. Burada görürsünüz. Hatta bizim mülki şəxslər içerisinde şehit xanəndəmiz Şahmalı Kürdoğlu da var. Oğluyla, o məsum oğluyla, günahsız oğluyla düşmənin attığı top mermisi nəticəsində şəhid olmuş. Bak burada Qiyaslı cemaatinin ben deyim 92. yıl geldi yadıma düştü. 92. ilde bak hemen bu cemaat o devirde de şehitlerini gelip belə ziyaret ediyor. Sağ olun. Ben bu arada kendimizin ziyalısı, şairimizi görürüm. Olabilir indi başka yerde de danışacak, söhbət edəcək ve məzahiri görürüm kendimizin aksakallarından. Belki kısa da olsa ürək sözleriniz varsa buyurun. Kendimizi şehitler hakkında danıştığınız çok sağ olun. İlk növbədə deyim ki, insanımız şehitlərə borçluyuz. Qazlara borçluyuz. Vətən həsrətilə alışıb yanan qərib insanların sirdaşıyıq. Vətən üçün canından keçən şəhidin ana bacısının qardaşıyıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah elimizi, obamızı qorusun. Bugünkü bizim bu görüşümüzün tarixi əhəmiyyətindən ibarətdir ki, biz elimizdə, obamızda bir də görüşürük. Ümumi dünya tarixindən ibarətdir ki, biz Ərəzin bütövlüyümüz bərpa olunur və 30 illik bir həsrətə son qoyub kəndimizlə görüşməyə gəlmişik. 30 ildir el-obadan ayrıyıq. El-obamla birləşməyə gəlmişik.
göz atmışam bu məkanda dünyaya. İnsan gərək keçmişini tanıya, baş çəkən şahbulaqda qalıya, Pənah xanla üzləşməyə gəlmişim. Ürəyimdə dil açıbdı arzular, öz-özümdə içimdə bir savaş var. Ağdamda imarətli adoslar, nartavanla değişməyə gəlmişim. Ömür ötüb xəyallara dalmışam, kövrəlmişəm, qocalmışam, dolmuşam. Doğranmışam, dilim olmuşam, bütövləşib bitişməyə gəlmişim. Anam kimi sevmişəm mən Ağdamı, qibləgahım bilmişəm mən Ağdamı. O torpaqdan mən almışam ilhamı, dahilərlə sözləşməyə gəlmişəm. Xəyal uçub heç bilmirəm hardadır, dəxtli könlüm illərdir ki dardadır. Uşaqlığım, cavanlığım buradadır, gəncliyimlə sevişməyə gəlmişəm. Burada mənim ev eşiyim olubdur. Alçaq düşmən talayıbdı, soyubdu, abad yurdu yaman günə qoyubdu, talan yurtda gəzişməyə gəlmişəm. Böyümüşəm havasında yurdumun, od qalmayır sobasında yurdumun, ruhlar süzür səmasında yurdumun, zamanımla döyüşməyə gəlmişəm. Ağdamında başladığım həyatı, qəm yükünü daşıdığım həyatı, köçkün vaxtı yaşadığım həyatı öz kəndimlə bölüşməyə gəlmişəm. Bilirdim ki, mən qoynuna gələcəm, göz yaşını yanağımdan siləcəm, mən yurdumun qucağında öləcəm. Öz dünyamı dəyişməyə gəlmişəm. Qiyaslıya illərdir ki, dözürəm. 30 ildə qəm gölündə üzürəm. Yuxumda da yurt yuvanı gəzirəm. El obayla birləşməyə gəlmişəm, arzulara yetişməyə gəlmişəm, kəndinizlə görüşməyə gəlmişəm. Allah'ımıza gözəl günlər qısın. Amin. Ana gülçü xudada yaşayağın öz elimizdə, obamızda. Sağ olun, var olun. Allah sakin verin. Burada əməyi olan insanlar hər birisi əməli öz adından, ailəmiz adından, bütün kəndimiz adından təşəkkür edirəm. Bəli, budur, həyat budur. Bizə qalan budur, bu gün tarihi. Burada bilirsiniz, Allah verdi mən bir şey deyim. Düzdür, fərdi qaydada əziyyəti olan qardaşlarımız çoxdur. Amma bunlar hamısı Qiyaslı kəndinin cəmaatının adındandır. Çünki Qiyaslı cəmaatı burada sanki iştirak edir. Sizlər bu günlərin bura gəlmişsiniz. Qeyri vaxtıda burada əziyyəti olan düzdür, fərdi qaydada şəxslər olubdur. Amma buna baxmayaraq Qiyaslı cəmaatının adındandır. Mən burada qazi qardaşlarımız görürəm. Bəlkə sizlərin də bu günlərin istərdim ürək sözünüzü də. Komandir buyurun, elə Qiyaslı batalyonunun komandiri olmuşsunuz. Eşidəsiniz. Əvvəla kəndimin əhalisini salamlayıram. Bu nəsib oldu bizə bu günləri gəlib bu doğmalarımızı ziyarət eləmək şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində və devlətimizin başçısının sayəsində. Mən hər bir kəsə təşəkkürümü bildirirəm. Bu işdə əziyyət çəkənlər, yəni bunu əvvəldən başlamışıq təşkilində, şəhidlərimizin şəklində Nizami Qasımovdan, Şakir Mamedov, mən və bu işdə, bax bu təmizlik işlərində, işlərin yerinə yetirilməsində əziyyət çəkəni, maddi, mənəvi, hər tərəflə əziyyət çəkən Xaliq qardaşımızı hamını tanıyırsınız. Onun əziyyəti burada çox böyükdür, Namiqin əziyyəti böyükdür. Bu görüşün təşkil olunmasında Çingiz Mamedovdur, əziyyəti böyükdür. Yəni bu əvvəlcədən neçə vaxtdır danışılır, icazəsi alınır və bu insanların bir yerə cəmləşməsi bu kəndimizin böyük bir şərəfdir. Və bizim istəyimiz və arzumuz odur ki, bax bu kəndimizin əhalisinin bir yerə yığışması, cəmləşməsi, gələcəkdə də bu qəbirstanlığımızda şəhidlərimizin uyduğu yerdə abadlıq işlərini görək, böyük bir mağar təşkil edək, daimi olaraq burada qalsın, səyyarı yox. Gələn olanda, bax belə, bu gün sabah yəqin ki, icazə verəcəklər bizə, necə ki, artıq başlayıbdır, dünyasını dəyişənlərimizi gətirib öz qəbirstanlığımızda dəfn edir. Həmən vaxtda bizə, həmən bax o ləvazimatlar lazımdır. Bunları həyata keçirir. Allah hər bir kəsə ömür versin. Kəndimizin də bərpası başa çatsın, yığışayın o kəndimizdə, yaşayayın, orada həyatımızı davam elətdirək. Mən Qiyaslı kəndimin sakinlərinə öz təşəkkürümü bildirirəm. Hər birinə, onlar hamısı bizim üçün doğmadır, əzizdir. Yəni kənd hamısı onsuz da bir-birinə qohumdur. Qohumluqdan da əlavə bu kəndin bayaq deyildi. Böyük tarixi var, böyük igidləri var, şəhidləri var. Ağdamın kəndlərinin içində ilk önə düşən, müdafiəyə qalxan, vətənimizin, kəndimizin müdafiəsinə qalxan kəndlərdən elə biri də bizim kəndimiz olur.
bizim kəndimizin igidləri, qəhrəmanları çoxdur, böyükdür. Bunu unutmaq olmaz, danmaq olmaz. Hər bir kəs özünü həmişə borçlu bilməlidir bu şəhidlərimizin qarşısında. Allah onlara rəhmət eləsin, ruhları şad olsun, qəbirləri nurla dolsun. Hörmətli izləyicilər, bir məsələni də diqqətinizə çatdırım ki, 32 ildən sonra Qiyası kənd qəbirstanlığında dünyasını dəyişmiş Sultanov Muradxan İsmailoğlu dəfn olunur. Yəni 32 il idi ki, bu kənd qəbirstanlığında kimsə dəfn olunmamışdı məlum səbəbdən. Dünyasını dəyişənlər fərqli məkanlarda dəfn olunur. Mən açığı səmimi deyim ki, adam sanki bu gününə də şükür eləmək istəyir ki, dünyasını dəyişmişi gətirib burada dəfn olunur. Öz dədə-baba yurdunda. Ruhun şad olsun Murad qardaşımız. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Cəmi qəbirstanlıq əhlinə Allah rəhmət eləsin. Ruhları şad olsun. Və bilirik ki, bu günlərin onların ruhu şaddır. Ona görə ki, torpaqlarımız azaddır. Və bu günləri bizə yaşadan müzəffər ordumuza, Ali Baş Komandanımıza biz öz təşəkkür və minnətdarlığımızı bildiririk. Canlarını fəda etmiş şəhidlərimiz əbədi yaşardır. Ruhunuz şad olsun. Əlbəttə sağ olsun. İnşallah belə müqəddəs bir yerə cəmaatımız çoxlaşır. Yəqin ki, ellikcə müəyyən şəraitin yaradılmasına hamımız çalışacağıq. Və gələcəkdə rəhmətə gedənlərimizi inşallah burada elə dəfn edəcəyik. Kəndli evlərdə, qəşəng məhəllələrdə gəl Allah. Şükranlar cəmaətə. İnşallah yaxın günlərdə yaxın olacaq. Allah'ın köməyi. Allah cənnətimizi var edəcək. Millətimizi var edəcək. Ki bu günləri bizə göstərir. Çox şükür.
şəhidlərimizə rəhmət edər. Amin. Allah qiyaslı cəmaatına dəyməsin, qiyaslı sovetliyinə dəyməsin. Teşrazda ət yeməzli qiyaslı, eyni sovetlikdə Allah dəyməsin. Allah kömək olsun. Şükür, bugünkü günə şükür, hamımız gəlib burada. Qəbristanlığımızı ziyarət edirik. Bəli, bu günlərinə biz də çox şadıq ki, ona görə ki, bu günlərinə kəndimiz işğaldan azad olubdur. Allah bizim bütün şəhidlərimizin hər birinə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Çünki onlar bizim şəhidlərimizin şahididirlər. Allah bizim zəfər ordumuzu qorusun. Ali Baş komandamız İlham Əliyev cənablarına təşəkkür edirik ki, belə gözəl bizim Qarabağımızı azad etdirib. Çox şadam bu günlərinə, həm də ki, şadam, həm kövrəyəm. Kəndimiz belə deyildi. Çox problem ediblər. Allah yenə də dünyamızı düzəlsin deyirəm, sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın. İnşallah Bu da bizim şakir. Yerimize, yurdumuza gedərik. Allah qoysa evlərimiz tikilər tezliklə. O gün Allah bizə qismət eləsin. Bütün qiyaslı cəmaatımızla, elimizlə, obamızla bir yerdə yaşayaq, bir yerdə olaq. Bütün işğaldan azad olmuş kəndlərimizin gözləri aydın olsun, millətimizin gözü aydın olsun. Azərbaycan xalqının gözü aydın olsun deyirəm. Çox sağ olun. Sağ olun. Siz ekranda gördüğünüz məzarsız şəhidimizin qardaşıdır. Mən sizə gəl burada bir məlumat verim. Belə ki, hörmətli izləyicilər, Qiyaslı kəndi 76 şəhid verib. Onların içərisində 8 nəfər məzarsız şəhid var. Bu günlərin bu stentin bura qoyulmağı ondan ötəridir ki, heç olmasa onun doğmaları və yaxud da ki, bizlər gələndə biz gəlib onların bir şəkili qarşısında, istenti qarşısında onlara bir fatihə verə bilirik, ruhlarını şad edə bilərik. Mən istərdim ki, bir şəhid qardaşı kimi, özdə məzarsız şəhid qardaşı kimi sən də bir sözünü deyərim. Allaha şükür ki, bugünkü günümüzə şükür. Bax, belə gəlib bütün cəmaatla görüşürük, ürəyimiz açılır. 30 ildən sonra görmədiyim insanları görürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən arzu eləyirəm ki, gələn bu vaxtı, bax bu Qiyaslı kəndimizdə gələyim, bax belə tədbirlərimizi orada keçirəyim. Allah hamının canını sağ eləsin. Bax, nə bilim, görmədiyimiz insanlarla görüşürük. Allah hamıya can sağlığı versin. Yaşlı nəsil yavaş-yavaş gedir. Bu cavan nəsillər heç olmasa bax bizim bu tədbirlərimizi, görüşlərimizi davam eləsin. Allah can sağlığı versin. Sağ olun, var olun. Allah köməyiniz olsun. Sağ ol, sağ ol, sağ ol. Ruhları bu günlərin şadlı onların. Çünki bu günlərin bu torpaqlarımız azaddır. Ruhunuz şad olsun, ey şəhidlərim. Bizim hər birimizin yadındadır. İyun ayının 15-i 92-ci ildə o qanlı gündə Qiyaslı kəndindən həmən günü 9 nəfər şəhid olmuş. Və Qiyaslı rotasından 18 nəfər şəhid olmuş. O 9 nəfərin içərisində bir dənə Vahid Zeynalovun nəşin gətirmək mümkün olmuşdu. Bugün onun da ruhu şaddır. Amma o 8 şəhidimizin bu günlərin onlardan bir xəbər yoxdur. Amma yenə də insanlar gəlib onları ziyarət eləmək üçün bu istinq. Bu günlərin yenə də burada kənd nümayəndələri var, kənd ağsaqqalları var və şəhid qardaşı Vaqif də buradadır. Vaqif, sən də qısa da olsa bu şəhidlərimizin danışığınla bir ruhun şaddır. Təşkil edənlərə böyük hörmətim. Həmişə sağ olasınız. Çox sağ olun ki, bunu yaratmışsınız. Allah köməyiniz olsun. Nə deyirəm, Allah rəhmət eləsin şəhidlərimizə. Və bu işdə mən yenə deyirəm, indi Vaqif deyir, ancaq bu Qiyaslı cəmaatının birliyi nəticəsində bu əmələ gəlir. Burada yəni
bir nəfər, 5 nəfərin işidir. Burada düzdür, təşkilatçılar var, səmimi də var. Amma məsələ bundadır ki, bu qiyaslı cəmaatının birliyi nəticəsində bu əmələ gəlir. Və burada bizim o vaxtı gənc döyüşçü qardaşımız var. Kəndimizin ziyalılarından Nizam müəllim buradadır. Mən istərdim bir yaxın gəlin, zəhmət olmasa. Siz də bu günləri bir tarix üçün öz ürək sözlərinizi deyin. Gəl Qazi qardaşım, siz də gəlin. Siz də buyurun. Kısa da olsa bir ürək sözlərinizi deyin. Bugünkü gün bizim üçün bir sevindiğimiz gündür. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində qayıtıb biz elimiz obamıza gəldik. Şükür bugünkü günə. Onların, yenə deyirəm, biz şəhidlərimizə borçluyuq. Bir ömür boyu şəhidlərimizə borçluyuq. Allah yerdə qalan cəmaatımıza da can sağlığı versin. Ölənlərimizə də qəni-qəni rəhmət eləsin. Allah bütün qəbristanlıq əlinə rəhmət eləsin. Buyur Qazi qardaşım, siz də. Bugün qiyaslı cəmaatının burada olması oradan da çox möhtəşəmdir. Ancaq bugün çox bir az hissəsində bizim kəndimizin böyük kətdir. Müharibənin ilk günlərindən müharibəyə atılır. Həm çox şəhid verən, nəinki rayon üzrə, elə ölkə üzrə həm çox şəhid verən kətlərdən biri bizim kətdir. İnşallah Allah'ın köməklə kəndimizin də təməli qoyulub, tikilər, gəlib yaşayacaq bu kətlər. Allah qoysun inşallah. Uzun illər həsrətini çəkmişik, gəlib yaşayacaq Allah'ın köməklə. Allah sizə əziyyət çəkənlərin də canı sağ eləsin. Sağ ol qardaş, sən də eləyin. Allah Şakir qardaşımıza, Arxif TV-yə ömür versin. Onun rəhbəri Şakir qardaşımıza can sağlığı versin. Bütün bu çəkilişlərin hamısını özünün zəhməti bahasına işıqlandırır. Hamı bir-birinə baxır, nə bilim görür. Kəndimiz, elimiz, obamız həmişə sizinlə fəxr edir. Sağ ol Mamırov, çox sağ ol. Allah sağ dəyməsin. Kəndimizin ziyalılarına Allah rəhmət eləsin. Hamısına, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, ordumuza Allah Teala kömək olsun, qüvvət versin. Bugünkü günə şükür. Bundan gözəl gün nə var ki? Allah canınızı sağ eləsin sizlərlə, cəmaatımız var olsun. Prezidentimizin Allah canını sağ eləsin. Hakimliyin böyük eləsin, qüvvətli eləsin ki, bizi bu xoş günlərə çıxarır. Amin. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Elə bir kənd ağsaqqalı kimidir. Onsuz da mən bir şey deyim ki, zaman o qədər keçib ki, o vaxtı gənc olanlar artıq özləri bir ağsaqqal olublar. Siz də elə bir kəlmə də olsa sözünüzü desəniz yaxşı olur. Sağ olun Şakir müəllim. Allah başda birinci şəhidlərimizə rəhmət eləsin. Bu günə biz onların qəhrəmanlığı nəticəsində gəlmişik, çatmışıq. Allah qazilərimizi qorusun, Allah xalqımızı, ordumuzu qorusun, prezidentimizi qorusun. Bu günə biz onların sayəsində gəlib çatmışıq. Allah bu işi də təşkil edənlərin, Şakir qardaşımızın, Çingiz qardaşımızın, Nizami qardaşımızın hamısının canı sağ eləsin. Xaliq var, Namik var. Bəli. Yəni biz burada qiyaslarında dedik, biz fərdi qaydada demirik. Sağ olsun qiyaslı cəmaat. Bəli. Hamısına həyatın ömür can sağlığı versin. İnşallah gün o gün olsun gəlib kəndimizdə yaşayaq. İnşallah o da olur. Çox sağ olun, çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizə can sağlığı versin. Bugünə min şükür ki, gəlmişik, Qarabağdayıq, şəhidlərimizi ziyarət edirik. Sizə də özlərin təşəkkürümüzü bildiririk ki, bizi çəkirsən, yayırsın. Çox sağ olun.
şəhidlərin qarşısında baş əydik. Çünki bax bu haqq hesabların hamısı onlara olsun. Allah onlara rəhmət eləsin, qazilərə də can sağlığı versin. Amin. Allah bütün əziyyət çəkənlərin hamısına kömək olsun. Allah cəmi ölənlərin hamısına rəhmət eləsin. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Bunlar haqqımızda halal eləsin. Bunlar ölkəmizin fədailəri, cəsurları, qəhrəmanları, igidləridir. Çox cavan yaşında, hələ ailə qurmamış şəhid oldu. O da onda olan vətənpərvəri idi, onun qüdrəti idi, onun qeyrəti idi ki, onun əlinə silah verdi, o qeyrət, o namus onu göndərdi ön cəbhəyə. Onlar da öz canlarını qurban verdilər, yeni tarix yazdılar, dastan yazdılar. Bugün də bütün şəhidlərimizin sayəsində biz, ölkəmiz, cəmaatımız hamısı bax belə azad torpağımıza gəlib gedirik. Şükür Allah'ın böyüklüyünə ki, biz onları ziyarət edirik. Bu bizim xoşbəxtliyimizdir. Məscanları onsuz da onların cənnətli, yüksək məqamdadır. Allah yenə də rəhmət eləsin. Allah rəhmət eləsin. Rəhmətli şəhidimiz. Biraz aralı tut. Mikrofon biraz aralı. Yok burada. Burada bak. Girişlerde de kalpsana. Hak yolunu gözenmez, dünyasız aşkınıza başlayalım. Sizin hocam eden eri, dünyada olduğunuz belli. Azerbaycan yüzleri, aşkınıza başlayalım, aşkınıza başlayalım. Allah mikrofona rahmet eylesin. Mikrofonu ver babaya. O uşağın dediği şiiri ben yazmıştım. O şiiri 2015 yılında. Bugün de ne kadar vakti geçiyor. Bugün Azerbaycan bayrağını gördüm burada. Ben yazmak istedim. Yeryüzünde ad sanıyan kurban olma Azerbaycan. Azerine hemcanına kurban olma Azerbaycan. Sar giremez oylarına, üç şehri yaylarına, dalalanan bayrağına kurban olma Azerbaycan. Aman vermez düşmanlara, sahip çıksın o yerlere, verdiğimiz şehitlere kurban olun Azerbaycan. Şeref verdin insanıma, kuvvet verdin ilhamıma, vətən adlı sənanıma kurban olun Azerbaycan. Demişəm dost yoldaşıma, yazmışam mən yaddaşıma, yazın mənim başdaşıma kurban olun Azerbaycan. Qüruruna, qüdrətinə,
qazanlığın hörmətinə, qiyasıyan millətinə qurban olun Azərbaycan, qurban olun Azərbaycan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanımızın bayrağını güzel eləsin. Ulu öndərimizin davası İlham Əliyev cənabların xarici siyasəti, aparılan xarici siyasətin nəticəsində torpaqlarımız azad olundu və Azərbaycan ərazi bütövlüyü təmin olundu. Allah ordumuzu qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı, xalqımıza gözəl bir eman, gözəl günlər qismət olsun. Allah Ali Başkanı olmasın. İsyançı bayrağı sallayınca Avrupa'nın düşmeni gözüne batı. Sormayın vatenden yok kuşla uçsa, bedeli satanı olmaya atı. Gazilerimize can sağlığı. Burada zəhməti olanların işi uğurlu olsun inşallah. Bir dəfəlik köçəli çatacağız. Allah qismət eləsin. Allah canı sağ olsun. Hamı elinə, obasına, yurdasına, yurdana. İnşallah. İnşallah. O da bir yaxın zamanlarda başlayacaq. Sağ olun. Türkçəli hamısını sağ olun. Hamısını günü. Bak belə birliğimiz olsun. Həmişə də inşallah. Yasında həmişə birlik olur. Buradan da yaxşı olacaq inşallah. Maşallah. Bir-biri millət yetişir. Hamınız hamısı qiyaslılar. Maşallah. Bir şükür. Buna da şükür. Hayvanız oldu. Gördüm. Başından gördüm. 7 saat. Şapşalar güzel bir çimle kılafat var. Onlar da maşına çelikleri var.
ordumuzun, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, Ali komandanın rəhbərliyi altında yenə öz torpaqlarımıza qayıtdıq. Biz heç vaxt kiçilmədik, getdikcə böyüdük. İndi artıq öz torpağımızda ilk tədbirimizi keçirdik. Bu günlər, dünənlərinə məlumatınız da olsun ki, kəndimizdən rəhmətə gedən bir nəfəri ilk dəfə olaraq qəbirstanlığımızda dəfn ediblər. Bu da birinci o kəndimizin işğaldan sonra olan, yəni dəfn olan ilk sakinidir. Bu da çox yaxşı haldır. Hamının axırı ölümdə onsuz da, hamı öləcəkdir. Amma hərənin özünün bir vaxtı var. Mən çox danışa bilərəm, çox xatirələr danışa bilərəm. Kəndim, bu elin, obanın hər qarşında, hər torpağında bizim xatirələrimiz var. İlk növbədə şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı arzu edirəm. Mən bir şey demək istəyirəm ki, burada ola bilsin ki, evlatları olan var, yazarlar, jurnalistlər. Mən onlara istəyirəm müraciət edəyəm. Kəndimizlə bağlı çoxlu vacib olan xatirələr var. Çoxlu həddindən artıq vacib xəbərlər var. Bunların hamısını vaxtında tapıb, köpalayıb, yazmaq, gələcəkdə xalqa çatdırmaq lazımdır. Və buna görə də bu qiyaslar həmişə başını dik tutmalıdır. Qiyasçıların torpaqların azad olmasında ən çox şəhid verən kəndlərdən biridir. Ona görə də bizim qiyasçıların hamısına bir kim söz yazıyorum. Eşq olsun size, ay cavanlar, ay veteranlar, ay qaziler, ay şəhidlər. Allah hamıza çok hayatımda en güzel bir gün. Kendimiz kendimiz bugün bir araya geldik. Allah Teala şehitlerimize rahmet eylesin. Onların sayesinde bak bugün yığışmışız. Kendimizi gelsin, kendimizi ona göre de teşkilat işte de kimin emeği var. Allah onların da canı sağ eylesin. İşimiz değil kendimiz. Bunlar da yaxşı olacak inşallah. Allah Teala'dan hamınıza can sağlığı arzu edirəm. Mehribançılıq arzu edirəm. Xoşbəxtlik arzu edirəm. Qiyasçılı günlər arzu edirəm. Gün o gün olsun ki, bak hamımız birlikte bir dəfəlik qiyasçımıza gələk. İnşallah. Sağ olun, salamat qalın. Allah emanet olun. Her şey yaxşı olur inşallah. Kendimizin bir de icra nümayəndəsi Teyyub Əliyev buradadır. O da öz ürək sözlərini deyəcək. Yəqin ki, söz verilir Teyyub müəllimə. Sağ olun. Mən də bütün kənd cəmaatının hamısını salamlayıram. Əziz bacılar, qardaşlar, elimizə, obamıza xoş gəlmişik. Gün o gün olsun ki, öz yerimizdə, yurdumuzda məskunlaşaq, bir-birimizin xeyir işlərimizə yarayaq. Necə ki, dədəmizin, babamızın 1000 illik tarifi olan bu Qiyaslı kəndi ki var, böyüklərimiz olub, ağsaqqallarımız olub, hörmət yiyələri olan kəndimiz olubdur. İndi gün o gün olar ki, yenə də həmən işlər bərpa olunar, yenə də bizim elimiz, obamız öz yerinə, yurduna gələr, köçər, yaşayarıq. Bizim cəmaat, gözəl cəmaatdır. Bu işğal dövründə 50-dən artıq rayon və şəhərlərə parçalandığımıza baxmayaraq, həmişə bir-birimizdən xəbər tutmuşuq, xeyrimizə, şərimizə yaramışıq. Qonusu bu deyir ki, biz Qiyaslı cəmaatı elinə, yurduna, cəmaatına çox bağlı cəmaatıq. Harada yaşamağımızdan asılı olmayaraq bir-birimizə əl tutmuşuq, bir-birimizdən xəbər tutmuşuq. Bu niyyətlə, bu arzu ilə yaşamışıq bu illər ərzində. İndi Allaha çox-çox şükürlər olsun ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, onların qanı can hesabına axır ki, arzumuza çatdıq. O yuxularda, xəyallarda olan arzumuz gerçəkliyə çevrildi. İndi doğma babalarımızın yurdundayıq. Buna görə də biz həmimiz artıq bəxtəvər, xoşbəxt adamlarıq və bəxtəvər, xoşbəxt olmağınızı da mən böyük Allah'tan sizin hər birinizə arzuluyorum. Gün o gün olsun ki, kəndimizdə, kəsəmizdə toyumuz, busatımız göylərə qalsın. Bir-birimizə göz aydınlığı verək, bir-birimizi xeyir işlərimizə əl ataq. Hər birinizi kəndimizdə, kəzəmizdə görməyə mənim üçün xoşdur. Hamınızı salamlayıram. Xoş gəlmişik. Xoş gəlmişik. Xeyirli dualı olsun. Bir də indi söz verilir Qalandar İsmailova. Əziz cəmaatımız, ilk növbədə bizim əhalini, kəndimizin əhalisini bura yığmaqda məqsədimiz odur ki, 30 ildən artıq bir müddətdir ki, Azərbaycanın bütün bölgəsində məskunlaşıb yaşayıblar. Əvvəllər həmişə bir olub bu kənd. Bizim məqsədimiz də bu olub ki, indi bu günləri də, bax bu çağırışa hamı gəlib iştirak eləməsi, bu
bu kəndin yenə də əhalisinin bir olması, sözünün bütöv olması özünü göstərdi. Çox sağ olun, var olun, təşəkkür edirik hər birinizə. İnşallah bundan sonra da həmişə hər hansısa bir addımı atanda biz də arxayın olacağıq ki, arxamızda dayanan cəmaatımız, kəndimiz var. Ona uyğun da biz hərəkət edirik. Allah hamınızı qorusun. Sağ olun. Beləliklə, hörmətli cəmaatımız, burada ziyarətimiz oldu. Məlumumuz olduğu kimi, Qiyaslı kəndinin mülki şəxslərlə bir yerdə 76 şəhidi var. Ancaq onların içərisində məzarsız şəhidlərimiz var. Belə ki, 92-ci ilin iyun ayının 15-də Qiyaslı rotasından 18 nəfər şəhid olmuşdur. Onun təkcə 9 nəfəri Qiyaslı sakini. Ancaq onlardan bir nəfərinin Vahid Zeynalovun nəşi gətirilə bilmişdir. Bu günlərin onlardan o Qiyaslı sakinlərindən 8-inin artıq məzarı yoxdur. Yəni onlar məzarsız şəhidlərdir. Və belə halda biz ümumi şəhidlərimizi, yəni istər burada olan Qiyaslı şəhidləri ilə bərabər Respublikamızın bütün şəhidlərini sanki yad etmiş oluruq. Və ona görə də burada qoyulan şəhidlərin adına qoyulan istenti biz qarşısına tərgül çiçəklər qoymaqla cəmi şəhidlərimizi sanki ziyarət etmiş oluruq. Allah bir daha deyirəm, ziyarətinizi qəbul eləsin. O kəndimizin birliyidir. Burada iştirak eləməyən Qiyaslı kənd sakinləri də sanki burada iştirak edir. Və vətən həsrəti ilə dünyasını dəyişmiş Qiyaslı sakinlərinin də ruhu şaddır ki, bu günlərin vətən torpağı azaddır. Allah ziyarətinizi qəbul etsin. Və kənd cəmaatı belə qərara gəldi ki, elə fərdi qaydada şəhidlərimizi ziyarət etməkdən əlavə burada qoyulan istentin qarşısına gül dəstələri qoymaqla onların ruhunu şad edir. Ruhunuz şad olsun, ey şəhidlərimiz.
Biz həmişə demişik ki, bizim bir vətənimiz var, bir şəhidimiz var, bir qazimiz var. Ona görə də bu günlərin, bugünkü qiyasçıların birgə toplandığı bir yerdə istər 90-cı illər olsun, istərsə də 20-ci ildə olan şəhidlərimizin doğmaları, hüzziyyatlarını da qeyd edir. Bu günlərin burada 20-ci ildə kəndimizdən şəhid olmuş Amilin valideynləri iştirak edir, yaxınları iştirak edir. Biz yəni fərq qoymadan istərdik ki, elə bu şəhid anası, şəhid sabahı, əgər sözləri varsa bir sözlərini desinlər. Allah şəhidlərimizə amin. Ümumiyyətlə, hörmətli izləyicilər, bilirsiniz, burada şəhidin fərqi yoxdur. İstər 90-cı illərdə olsun, istər 20-ci ildə olsun. Yəni bir sözlə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyündə canlarını fəda etmiş şəhidlərimiz eyni səviyyədədir. Nətər ki, o Allahın dərgahında məkanları cənnətdir, məqamları ucadır, burada da eyni insanların gözündə eynidir. Mən kəndimizdən burada həm ağsaqqal, həm cavan görürəm. Yəni, istərdim ki, əgər sizlərin də bir sözünüz varsa, buyurun deyin. Buyurun. Allah dünyası yaşayan bütün əzizlərimizə, bütün kəsçilərimizə Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Allah şəhidlərimizə qəmi-qəmi rəhmət eləsin. Onların, yəni, deyirik ki, bizə halallıq versinlər. Yəni, şəhidlər bizim demək olar ki, başımızın tacıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən görüşməmişəm, mən şəhid anasının əllərindən Allah rəhmət eləsin. Sağ ol bu qədər. Səbir versin. Yəni biz onlara borcluyuq. Nə qədər ki canımızda can var, yəni belə yaşayırıqsa biz şəhidlərimizə borcluyuq. Allah məkanlarını cənnət eləsin. Allah yaxınlarına səbir versin. Yəni onların mən deyirəm ki, vallah bax bu şəhid valideynləri mən deyirəm bura yığışanlar bax yəni bu toplanmağımızın səbəbkarı o şəhidlərimizdir ki, biz gəlirik. Qəbirstanlığımızı ziyarət edirik. Şəhidlərimizi anırıq. Xoş bu günə. Çox sağ ol. Allah ömür versin. Bir dəfə hamımız yığışaq öz elimizdə, obamızda da yaşayaq. Çox sağ ol Buqa. Sən də bu gənc yaşında elə bu kəndimizin təəssübünü həmişə çəkmisən. Borcumuz. Mən bir məsələni də deyim ki, bax bu günlərində bura bu qiyaslı cəmaatını toplayan bu şəhidlər. Mən sizə bir xırda bir detal deyəcəm. Bu yaxınlarda bu şəhidlərin məzarlarının kənarları təmizlənən vaxtı hava çox istəyir. Biz səmimi deyirəm, kölgələnmək üçün yenə də o şəhidlərin stendinin kölgəsində dayanır. Bugünkü havanı görsən. Sanki bizi onlar öz qanatları altına aldı. Və bugünkü hava da çox gözəl keçdi. Bir daha şəhidlərimizin ruhu şad olsun və tədbirimiz Qiyaslı'nın məscidinin həyətində, yəni köl şəraitində mağar qurulub, orada davam edəcək.
izləyicilər, arxamızda gördüyünüz bu Qiyaslı məscidi çox tarixi hadisələrə şahid olur. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin, yəni 20 yanvar şəhidlərinin il dönümündə bax bu Qiyaslı məscidində onların xatirəsinə ehsan verilmişdir. Və Qiyaslı 8 illik məktəbində o 20 yanvar şəhidlərinə abidə ucaldılmışdır. Yəni o devirlərdə də Qiyaslı cəmaatı fəallıq göstərmişdir. Azərbaycanın o müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi ehtiramla yad etmişdir. Və bu günlərində bax bura yığışan Qiyaslı cəmaatı Azərbaycanın istər müstəqilliyi, ərazi bütövlüyü, istərsə də onun suverenliyi uğrunda şəhid olanları daimə yad edir. Mən burada Qiyaslı kənd sakinlərindən müəyyən bir hissəsini görürəm. Ürəyinizdə keçən, yəni o illəri siz xatırlayırsınız. Burada Qiyaslı məscidində o 20 yanvar şəhidlərinə ehsan verilmişdi və mərasim keçirilmişdi. Əgər bir ürək sözünüz varsa, buyurun, eşidiriz. Elə bəlkə Xəlil müəllim, siz bir kəndin bir ziyalısı kimi bir məlumat verin. Bugünləri doğrudan da müqəddəs bir yerdə görüşmüşük. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hələ Sovetlər dövründə məscid kimi tikilir, lakin istifadəsi mümkün olmamışdı. Nə bilirsiniz, rejim elə gətirmişdi. Və çox şükürlər olsun ki, zaman bizim kəndimiz həmişə inanmışdılar hər bir şeyə və gəlib son vaxtlar öz məscid kimi funksiyasını yerinə yetirməyə başlamışdı. Bir gün də kəndə ilk gəlişimiz elə buradan başladı, buradan ziyarət elədik, indi hal-hazırda qəbirstanlıqdan gəlirik. Bir daha şəhidlərimiz Allah rəhmət eləsin. Belə bir daha əmin-amanlıq olsun həmişə. Balalar, nəvələr, ancaq tarix kitablarından oxunsun ki, müharibə olur. Heç vaxt müharibə bir daha torpaqlarımızda başlayacaq. İnşallah yavaş-yavaş hər şey tikilib, öz məqamını gəlib alacaqdır. Allah ömür versin hər birimizə və inşallah qəbirstanlıqda da gördüyünüz bizim kəndimizdən rəhmətə gedən bu işğaldan sonraki dəfn mərasimi oldu. Çox böyüklərimiz dünyasını dəyişib, öz kənd qəbirstanlığında uyumaq arzusu ilə dünyasını dəyişib. İndi inşallah Allah qismət eləyər, indən sonra həyatın sonu budur. İndən sonra rəhmətə gedəm, öz doğma qəbirstanlığımızda dəfn olacaqdır. Allah cəmi şəhidlərimizi bir daha rəhmət eləsin. Binamız gəlmişik. Ziyarət elədik, ziyarətimizi gözəl bir məkanda başladık. Müqəddəs bir yerdə. Sağ olun. Sağ olun. Sağ olun. Şəhidlərimizə rəhmət eləsin. Bizim tariximizi yaşatdığına görə Şakir müəllimlərlə can sağlığı. Çox gözəl, çox özəl təşəbbüs edir ki, bu işləri həqiqi tarix. O özü bir xüsusi bir, onun üçün ayrıca bir deməliyik sözümüzü. Ümumiyyətlə bütün iş görənlərə inşallah Allah can sağlığı versin. Onlara böyük stimul vermək lazım. Minnətdarlıq eləmək lazım. Sağ olsun. Biz mən çox narahat olurdum ki, bütün kəndlər gedirdi. Amma bizim ürəyim o qədər genişlənir ki, bütün kəndlərdən gözəl bizim təşkilatlarımız var. Ona görə də təşkilatlara can sağlığı. Allah şəhidlərimizə rəhmət eləsin. Oradan da mənim 68 yaşım var. Mənim həyatımda bugün ən gözəl bir gün olsun. Bu günü ömrü boyu xatırlayacağım. Bizim kəndimiz üçün ən gözəl bir gündür. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bax gəlmişik, məscidimizi ziyarət edir, qəbirstanlığımızı ziyarət edir. Allah qazilərimizə can sağlığı versin. Bütün kəndimizə, elimizə, obamıza sağlamlıq arzulayıram, mehribançılıq arzulayıram, dinçilik arzulayıram. Arzum odur ki, bax belə bir dəfəli yığışan gələn kəndimizə. İnşallah. Ben burada uzun müddet Qiyaslı kəndinin o Sovetlər dövründə desək Sovet sədri işləmiş və indi bilirsiniz ki, icra nümayəndəliyi deyilir. Biz bu məscidi dedik, çünki bu məsciddə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehsan verildi və Qiyaslı məktəbində həmən şəhidlərə abidə ucaldıldı.
Mən istərdim ki, o dövrlərdə elə Sərxan müəllim vəzifədə olub, yəni kənd sovet sədri, indiki dövrün icra nümayəndəsi olub. O da öz fikirlərini bildirsin. Buyurun Sərxan. Gözəl. Bütün bir də Sərxan müəllim. Kəndimizdə olan məscid bizdə olan məlumata görə 1898-ci ildə kəndin imkanlı adamları, bəyləri, ziyalıları tərəfindən inşa olunmuşdur. Bu məscid uzun müddət istifadəsiz qalıbdır. Və nəhayət 1985-86-cı illərdə bu tam yersiz qaldığı üçün məscidin aptek binası, yaşıl aptek binası eləmək qərarına gəldilər və o vaxtı burada böyük bir aptek açıldı. Və bir müddət aptek istifadə olunandan sonra cəmaatın narazılığını nəzərə alıb apteki köçürdülər başqa yerə, bura verdilər cəmaatın istifadəsinə. Bu o vaxtda düşdü ki, 20 yanvar hadisəsi baş vermişdi. 20 yanvar hadisəsinin burada tədbir keçirildiyi anlarda biz burada iştirak eləmişik. Cəmaatımız el-oba burada məsciddə yığışıb o şəhidləri anıtlar. Və bura həmişə bizim kəndimizin şəhidlərinin anım yeridir. Cəmaatımız, elimiz, obamız bura yığışır. İndi Şaşın müəllim dedi, o vaxtı yaşlı şəhidlərinin yaşlı 8 illik məktəbidir, sonra elədilər 10 illik məktəb. O məktəbdə onun uşaqların, şəhidlərin abidəsi açılır. Hemen açılışda Rayon Xalq Deputatlar Soveti İcra Komitəsinin sədri Fırman xanım, təhsil şöbəsinin müdiri Qara müəllim iştirak edib, orada çıxış edən adamlar, mən də o məclisdə iştirak etmişəm. O vaxt mən kənd sovetinin sədri işləyirdim. Yəni deməkdə məqsədim budur, bizim kəndimizdə belə anılar, belə anımlar həmişə olubdur və adamlarımız da bu anılara çox hörmətlə yanaşıb istədiklərini həmişə həyata keçiriblər. Mən inanıram ki, bizim kəndimizdə çox böyük həmişə birlik olubdur. Hansı bir tədbiri görmək lazımdırsa, kənd cəmaatına bir balaca müraciət eləyəndə o baş tutacaq. Elə bax, bayaq da dedim, bu məscidin çiftə istifadəyə veriləndə, remont olunanda o vaxt onun təmir xərcini də kənd soveti ödəmişdir. Bax, bu məscidin qarşısında 10 dəqiqəlik, 15 dəqiqəlik iclas keçirmişik. Ağsaqqallar, qarasaqqallar kəndin mollaları yığışmışdır. Dedik ki, məscidi istifadəyə vermək istəyirik. Cəmaat yığışdı. Bir həftənin içərisində 18 dənə xalça verdilər. 50-yə qədər döşək, mütəkkə, nə bilim, yastıq belə şeylər verdilər. Yəni, bununla cəmaatımızın birliyi bilinirdi ki, cəmaatın nə qədər böyük hörməti var, nə qədər böyük yanaşması var. Bu günlərin Sərxan müəllim, şükürlər olsun ki, torpaqlarımız işğaldan azadlanır və Ali Başkomandan Cənab Prezident elə Qiyaslı məscidini gözəl bərpasına sərəncam verib və bərpa olunubdur. Yəqin ki, bu yaxın zamanlarda Cənab Prezident gəlib bir açılışını eləyər və Qiyaslı cəmaatı həmən bu məsciddən istədiyi formada ondan istifadə eləyə bilər. Biz də ölkə rəhbərliyinə, Cənab Prezidentə, Ali Başkomandanlığa, Qiyaslı cəmaatı adından təşəkkürümüzü bildiririk ki, bax bu məscidimiz gözəl bir bərpa olunur. İnşallah kəndimiz də elə bərpa olur. Hər şey sağ olun. Sağ olun. İnşallah açılışdan sonra gəlib orada ibadətimizi edin. Amin. Allah qəbul etsin. Çox sağ olun. Hörmətli izləyicilər, gördüyünüz kimi Qiyaslı kənd cəmaatı ilkin olaraq getdilər. Şəhidlərimizi ziyarət etdik, qəbristanlığımızı, məzarımızı ziyarət edəndən sonra artıq Qiyaslı məscidinin həyətində gəliblər və burada şəhidlərimizin və dünyasını dəyişmişlərimizin ruhuna burada ehsan süfrəsi asılıbdır. Allah ehsanı qəbul eləsin. Və dinləmədən istifadə edib bu tədbirdə bizim neçə illər şair Allah verdi Qiyaslıya, mən tarix yazan şair dediyim kimi və bu illərdə Ağdam işğal altında olduğu devirdə onu öz qəzəlləri ilə, şeirləri ilə, təbliği ilə həmişə ictimailəşdirib bütün dünyaya çatdıran Elnur qardaşımızdan buradadır. Mən istərdim ki, Elnur, sən bu günlərin düzdür, atan Seyidlidir, amma səni hamı Qiyaslı kimi bilir. Mən istərdim ki, bu Qiyaslının, mən açığın deyim, belə bir şad günüdür ki, yəni insanlar kütləvi olaraq bu günlərin bir araya gəlir. İstərəm ki, sən də öz fikirlərini bildirəsən. Şaşır, çox sağ ol, təşəkkür edirəm. Mən bu günü təşkil edən bunları yaradanlara, təşkilatçılara öz təşəkkürümü bildirəm.
Mən də elə bir qiyaslı kimi bəxtli yoxsa biz Ağdamlıyıq, hamımız Ağdamlıyıq. Mənim elə düz deyirsən də bu Ağdam işğal olandan sonra bütün yazılarım Elnur Ağdamlı başlığı altında gedir. Mən ancaq şükür edirəm bu günə. Bu günlərə görə Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Dövlətimizi qorusun, dövlətimizin rəhbərliyini qorusun. Şükür Allah, burada uşaq vaxtı gördüyüm insanların çoxunu gördüm. İndi elələri var, tanımadım. Allah qismət eləsin ki, bax belə bir mağaralarımızı bax kənddə, toylarda quraq, gözəl günlərdə quraq, gələk iştirak eləyək. Fərqi yoxdur, yəni biz sənət adamı kimi, el adamı kimi gələk biz də bu xoş günlərdə iştirak edək. Şükür Allah'ın bu gününə. Elnur, çox sağ ol. Mən hər yerdə deyirəm, bu günlərində mən sənə çox sağ ol deyirəm ki, yəni bu illər ərzində sənin qələmin susmadı. Çünki sənin qəlbin susmurdu. İçindən gəlirdi və həmişə Ağdamımızı, Qarabağımızı, Azərbaycanımızı tərənnüm eləmişsin. Çox sağ ol. Allah ziyarətinizi qəbul etsin. Sağ ol, sağ ol, sağ ol. Qardaşlar, əziz qiyaslı cəmaatı, bax bu gördüyünüz Namik qardaşım, həm bu işğaldan azad olunmuş ərazilərdə Arxiv TV ilə həmişə əməkdaşlıq edir. Və bu son bu vaxtlarda da bu qiyaslı cəmaatının bura yığışmasında çox böyük əziyyət olub. Namik, sənə mən çox sağ olsun, öz adımdan deyirəm. Çünki sən heç bir təmənnasız bu işləri görürsən. İstər oranın təmizlənməsini. Mən açığı deyim, sən şəxsin maşınınla, şəxsin məkində bu yüklərin bura daşınmasında çox fəallıq göstərmişsən, yaxından iştirak edirsən. Sən ümumiyyətlə bir şey deyim, Arxiv TV ilə mütəmadi əməkdaşlıq edirsən. Hətta mən bir şey də deyim ki, Namik bu mağarın burada qurulmasında ora getmədi. Dedi, yox, mən burada qalıb bunu hazırlayayım ki, bu cəmaatımız bura gələndə gəlsinlər, rahat bir stəkan çay içə bilsinlər. Və Namik'in qardaşı oğlu var, Elçin müəllim. Mən bir daha ona öz təşəkkürümü bildirirəm. Və istərdim ki, Namik, bu günləri sən də öz sözünü deyərsin. Buyur qardaşım. Sağ olun, Allah canınızı sağ eləsin. Bugün buraya yığışmaqda məqsədimiz odur ki, hamı bir-birinə tanış olsun. Mən heç çox adam tanımır ki, mən kiməm. Amma mən də əli kişinin oğluyam, Kənar Şikəlinin oğluyam. Allah bu cəmaata dəyməz, Allah bu cəmaatın birliyin əlindən almasın. Xeyrimiz, şərimiz birdir. Nə eləmişsə Allah xoş olsun. Sağ ol, sağ ol. Sənin çox əziyyətin. Yəni, qiyaslı cəmaatının bilirsən, hamısının işidir. Amma açığın deyim də, səmimi deyək ki, Xaliqlə Namik'in burada gördüyü işlər daha çoxdur. Ona görə də onlar heç vaxt bunu umacağında deyirlər. Amma sadəcə olaraq biz bunu deməliyik və bunlar da qiyaslı cəmaatının adından bu işi görürlər. Elə biz də özümüzə biz borç bildik ki, elə bir qiyaslı cəmaat adından sizə bir sağ ol deyək ki, gələcəkdə bu işlərinizi davam edərsiniz. Sağ olun. Allah səndən razı olsun. Sağ olun. Sağ ol. Sən də çox əziyyət çəkmisən qiyasçılar. İzləyicilər, mən yəni Biyaqların orada Şəhidlər Xiyabanında biz Vahid Zeynalovun qardaşı ilə görüşü söhbət edir. Mən özümə borç bilirəm ki, bu şəhidlərin o doğmaları ilə yəni ictimaiyyətə çatdırmaq üçün. Yəni, amma o şəhidlər bizim hamımızın. Bacım, siz də istərdiniz ki, elə o Vahid Zeynalov, yəni şəhidimiz, bacısı kimi, həm də
oğlunuz da Şəhid anası həmişə. Hə, istərdim elə siz də şəhid. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Allah Taala bizi bax bugünkü günə çatdıran, ondan sonra eləyən bütün millətin hamısının kimin əməyi olub, əziyyət olub, hamısının Allah canlarını sağ eləsin, var eləsin. Onların başında dayanan bizim şəhidlərimizdir, biz bu günləri bura gələcəyik. Hə, mən də onu demək istəyirəm. Yəni bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah sizlərə də ömür verir. Sağ ol. Sağ ol. Sizin kimi olsun. Sağ ol. Bu da mənim bacım oğludur, Şamo, amma bu qiyasını heç görmür. Hə, qiyasını görməyib, amma bu günlərin gəlib, yəni qiyasını bir ziyarət eləyir. Yəni bizim fəxr edirik, sevinirik ki, ardıcıllarımız var. Amma diqqətinizə çatdırım ki, Şamolun elə mən dayısı da, o birisi dayısı da, əmləri Qarabağ müharibəsində yaxından iştirak ediblər. Atası Əli Həkim Qarabağ müharibəsində çox yaxından iştirak edibdi. İndi bacıoğlu gəlmirsən bax kəndə, yəni bizim davamçılarımızsınız. Nəsə ürək sözün varsa deyil. Ürək sözünü çox sevinirəm, həqiqətən. Bərbad vəziyyətdə olsa da, onların havası, onların suyu istər-istəməz insana şirin gəlir. Doğulsam da 3 il, 4 yaşımda vardı İbrahimstanda. Bu çox sevindiricidir, həqiqətən. Çox şükürlər olsun ki, öz torpağımızdayıq. İnşallah bundan da gözəl günlər olsun. Allah şehirlər üstümüzdən həmişə var olasın. Çox sağ olun. Sağ ol. Allah ziyarətinizi qəbul eləsin. Gün o gün olsun bir dəfəlik gələn yaşayan kəndimiz. İnşallah, inşallah. Sağ ol. Sağ olun, çox sağ olun. Yaxları söhbətlərimizdə dedik ki, Qiyası kəndinin ziyalıları, tanınmış insanları çox olub. Onların da bir nümayəndəsi Rauf qardaş buradadır. Mən istərdim ki, Rauf qardaşımız da Qiyaslı olaraq kəndimizin bir tanınmış siması olaraq o da öz təəssüratını bölüşsün ki, Çox sevinçli şəxsən mənim çox həddindən artıq. Ora mən çox gəlmişəm. Müharibə dövründə də gəlmişəm, sonra da gəlmişəm. Ancaq belə izdiham görməmişəm. Yəni, bu bizim kəndin elə bir insanlarının həmişə bir olub. Yenə də özünü təsdiq elədik. Çox razıyam, əla, çox sevincliyəm həddindən artıq ki, ümumiyyətlə bu torpaqdır. Sağ olsun ordumuz, sağ olsun Ali Başkomandanımız, hamısı sağ olsun. Hörmətli izləyicilər, bu günlərin Ağdam rayonunun Qiyası kənd cəmaatı gəldi. Getdik, şəhidlərimizi ziyarət elədik, məzarlığımızı ziyarət elədik. Gəldik, kəndimizin məscidinin həyətində bir mağar quruldu, burada bir ehsan süfrəsi verildi. Təbii ki, bu işlərin görülməsində Qiyası cəmaatının əməyi böyükdür. Amma fərdi qaydada bu işləri fiziki cəhətdən görən insanlardır. Biz bunu deməkdə heç də məqsədimiz başqa bir şey deyil. Sadəcə olaraq bunları göstərməklə istəyirik ki, digər Qiyası kənd sakinlərimiz bu işlərdə daha da fəal olsun. Ona görə də mən istərdim ki, bax burada olan şəxslərdən öz ürək sözlərini desinlər, zəhmət çəkiblər. İcazənizlə mən istərdim birinci kəndimizin bir ziyalısı, bu işlərdə bizə yaxından köməklik göstərən, əsl bir qiyaslı mövqeyi bildirən Elçin müəllim istərdim bir özünün ürək sözünü desin. Çünki bu bir tarixdir. Ondan sonra təbii ki, burada Xalif də var, Namik də var, Nizami Qasımov var, Qələndər var və digər yoldaşlar var. Onlar öz sözünü deyər. Gəlin elə biz hörmət olaraq ilk sözümüzü Elçin müəllimə verək. Elçin müəllim öz təəssüratını, öz fikirlərini bölüşsün bizdən. Ondan sonra siz öz sözlərinizi deyək. Buyurun Elçin müəllim. Sizə söz verdiyinizə görə çox sağ olun. Qiyaslı balası olaraq mənim borcumdur ki, əlimdən gələn xidməti Qiyaslı cəmaatına, Ağdam cəmaatına edeyim. Mənim əlimdən gələn nədirsə, canla başla verəməyə həmişə hazıram. Bundan sonra da qulluğunuzdayam. Əslində, burada əziyyəti olanlardan daha çox Nizami əmridir, Namik əmridir, Xaliq əmridir. Əziyyəti daha çox onlar çəkdir. Mən belə bir əziyyətim olmur. Yəni, əgər bunu bir əziyyət kimi görürsünüzsə, çox sağ olun. Mənim çox xoşlu bir şərəfdir ki, Qiyaslı xalq üçün, Qiyaslı cəmaat üçün
nəsə bir şey gəldi. İnşallah gələn ildən qiyaslı kəndində tikilməyə başlayır. Ən gecici üçlərində qiyaslı cəmaatını qiyaslı kəndində görməyə başlayır. İnşallah. Buyurun. Bugünkü gündə bu işin təşkil olunduğu qiyaslı cəmaatının ümumi köməkliyi sayəsində bu işi tədbirləri qəbirstanlığımızda da keçirdik. Oradan gəldik burada. Məscidimizin qarşısında palatlar qurulub, çay süfrəsi verildi. Gəldik, bütün görüşümüzü burada davam etdirdik. Bəli, burada ən çox bizim bu işdə Halit Akberiyevdir, Namik Məmmədovdur, Elçin müəllimdir, Qələndər İsmailovdur, vəziyyətləri olur. Onlar, yəni bunlar öndə bu işi təşkil olunmasında, bunların arxasında da ümumi kəndimiz yəni dəstək olub bu işi geçən ay vurdu, gözəl də keçdi. Mən gözəl bir təəssüratla indi buradan ayrılırıq. Allah kəndimizə dəyməsin, kəndimizi həmişə gün o gün olsun ki, belə bir məclisi kəndimiz qurulandan sonra xeyir işlərdə quralım. Toylar olsun, toylarda İnşallah. Öncəmdə Elçin müəllimə təşəkkürümü bildirirəm. O bizə çox dəstək oldu. Sağ olsun. Təşəkkür edirəm. Buyurun komutan. Oradan da düğünləri kendimizin bütün əhalisinə mən minnətdarlığımı bildirirəm ki, çağırışımıza səs verdi, böyük bir məmnuniyyətlə iştirak elədilər və eyni zamanda indi adların çəkdikləriniz Xaliddir, Namikdir, Elçin müəllimdir, Nizamidir, sizdəki Şakir müəllimi də sizin əziyyətiniz hamı dedi getdi, amma hələ siz axıra kimi buradasınız. Sizin də əziyyətiniz danılmazdır. Oradan da böyük işlər görür. Yəni bu kənd əhalisinin bir araya gəlməsi böyük bir nəticədir, böyük bir uğur. 30 ildən artıq vaxt keçir. Ancaq bu günləri bir dənə çağırışımızda insanların bir yerə toplanması böyük bir nailiyyət. Allah kəndimizin hamısını, cəmaatımıza, elimizə, obamıza dəyməsin. Həmişə bir olan kəndimizdə olur. İnşallah Elçin müəllim də gözəl bir şad xəbəri ki, elan elədi ki, gələn ildən kəndimizin tikintisi başlayacaq. Bu da ən sevindirici haldan biridir ki, ümidimiz biraz da artır ki, yaşımız bizə imkan verəcək ki, gəlib kəndimizdə biraz yaşayabilir. Ben bu arada Namiklə Xalidi deyim, düzdür. Burada fiziki cəhətdən çox adamın əziyyəti var. Amma mütəmadi olaraq Namiklə Xalid fiziki cəhətdən daimi orada oldular. Bu danılmaz. Və biz düzdür, gördüyümüz işlərin hamısını ümumi qiyaslı kənd cəmaatının adından görürük. Amma fiziki cəhətdən bu iki nəfər şəxs daimi mütəmədi ora gedirlər, fiziki cəhətdən əziyyət çəkir. Düzdür, biz onlara təşəkkür yox, sağ ol deyəcək, çünki təşəkkür az da şəhidlərimizə. İstərdim ki, bir tarixi bir andır bu günlərin. Yəni 29 iyun 2025-ci il 32 ildən sonra ilk dəfə qiyaslı cəmaatını bir kütləvi bir yığışdığı bir zamandır. Ona görə mən istəyərəm ki, siz heç bir vaxt danışmaq istəmirsiniz, amma istərəm ki, bu günlərin bu tarixi anda siz də bir tarix üçün tarix yazdığınız kimi də bir tarixi söz deyəsiniz. Buyurun. Allah bütün şəhidlərimizə qənə-qənə rəhmət eləsin, yerlərə cənnət olsun. Mən də bir şəhid qardaş kimi bu günləri fəxr elədim ki, bütün qiyaslı cəmaatı ilə görüşdük, gəldik kəndimizi ziyarət elədik. İnşallah kəndimizə qayıdarıq, bundan da gözəl məsələ quraq. Sağ olun, var olun. Buyurun. Sağ olun. Siz də əziyyət çəkmişsiniz, sizin də əziyyətiniz var burada. Hər kəs əziyyət çəkib bu işdə. Allah onun ölənlərinə rəhmət eləsin. Biz bugün burada nə eləmişiksə, hamısı şəhidlərimizin elədiyinin heç nəyi yanında. Şəhidlərimizin nə eləsək borcunu geri qaytara bilmərik. Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Allah onun valideynlərinə səbir versin. Amin. Sağ olun. Onların hesabına burada. Bəli. 32 ildən sonra bugün kəndimizdə ilk dəfədir ki, belə toplantı keçiririk. Allah şəhidlərimizə rəhmət edir. Allah'ın sayəsində. Cənnət olsun, məkanları yarlar. Ruhlar qarşısında baş əyirik. Hər işin başlanğıcı olduğu kimi bir sonu da var. Gəldik bu günləri burada artıq qiyaslı cəmaatının tədbiri baş tutdu.
Yəni ziyarətlər olundu, şəhidlərimizin ruhuna ehsan verildi, əhalimiz görüşdü. Bu günlərə şükürlər olsun. Bu günləri bizlərə yaşadan ilk olaraq şəhidlərimizə biz təşəkkür və minnətdarlığımızı bildiririk. Ali Baş Komandan, Cənab Prezident başda olmaqla Allah ordumuzu qorusun, müzəffər ordumuzu Allah qorusun. Çünki və burada qazilər var, döyüşçülər var. Mən öncəki danışığımda dedim, Qiyaslı Qarabağ müharibəsində çox fəal iştirak eləmiş bir kənd olubdur və artıq biz tədbirimiz baş tutdu, yekunlaşdı. Ona görə də biz istərdik ki, bundan sonraki tədbirlərimizdə biz yenidən görüşək, bir yerdə olaq və bir məsələni mən xüsusi qeyd eləmək istəyirəm. Bax, bu günlərin istər Qiyaslı cəmaatı olsun, istərsə də digər kəndin cəmaatının kütləvi bir yerə yığışmağı, o deməkdir ki, bu insanlar elin, obasın, kəndini unutmuyor. Yəni, bu günlərində bir yerə yığışa bilirlər. Və bizim əbədi düşmənimiz olan ermənilərə bizim bir mesajımızdır ki, biz torpaqlarımızı heç vaxtı, elimizi, obamızı yaddan çıxartmamışıq və çıxartmarıq. Bunu əhalinin belə bir kütləvi göstərməsi də onlara da bir mesajdır. Və hər bir Qiyaslı kənd sakininə, burada əziyyəti, zəhməti keçən insanlara Qiyaslı cəmaatı öz təşəkkürünü bildirir. Sağ olun, yeni görüşlərdə, yeni ünvanlarda, yeni yaşayış mənzillərində görüşmək ümidi ilə hər iki dünyada Allaha əmanət olun. Və sonda mən tədbirimizi işıqlandırdığına görə operatorumuz Elnur qardaşımıza mən öz təşəkkürümü bilirəm. Sağ olun, Allaha əmanət olun.